Salam əziz şagirdlər. İndi isə gəlin Müzəffər Ali Baş Komandan mövzusunun ev tapşırıqları hissəsini birlikdə həll etməyə çalışaq. İlk bizim tapşırığımız Eyler-Venn diaqramının tələblərinə uyğun olaraq Azərbaycan prezidentlərini müqayisə edin. Heydər Əliyev və İlham Əliyev. İndi isə gəlin baxalım. Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti olmuşdu. Dərsdən də yadınızdadırsa, bu vəzifəni məhz İlham Əliyev hələ prezident olmadan tutmuşdu. Bu variant təbii ki, İlham Əliyevə aiddir. Qarabağ problemini həll etmək üçün diplomatik danışıqlar aparmışdı. Təbii ki, bu hər iki prezidentə xas olan bir xüsusiyyətdir. Hər ikisi Qarabağ geri qaytarmaq üçün diplomatik yolla böyük işlər aparmışlar. Bu oxşar cəhətdir. Bakı Dövlət Universitetinin Tarix Fakültəsinin məzunu olmuşdu. Bu da maraqlı bir fikirdir. Çünki bildiyiniz kimi Heydər Əliyev də Tarix Fakültəsini oxuyub, İlham Əliyev də tarix fənni üzrə, elmi üzrə fəlsəfə doktorudur. Lakin İlham Əliyev Moskvada təhsil almış, Heydər Əliyev isə Bakı Dövlət Universitetində. Bu fikir Heydər Əliyevə aiddir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin rəhbəri seçilmişdi. Bu da bizim ümummilli liderimiz Heydər Əliyevə xas olan xüsusiyyətdir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrin Ali Baş Komandanı olması, bildiyiniz kimi Azərbaycan Respublikasının prezidenti vəzifəsini daşıyan şəxs eyni zamanda dövlətdə Ali Baş Komandanda hesab olunur. Deməli, oxşar cəhətdir. Qarabağ uğrunda Ermənistanın işğalçılıq siyasətinə qarşı mübarizə aparması da oxşar fikir olacaq. Azərbaycan Respublikasının Avropa Şurasındakı nümayəndə heyətinə rəhbərlik etməsi fikri də sözsüz ki, İlham Əliyevə aiddir. Bu hələ o prezident olmadan öncə olmuşdu. İndi isə gəlin ikinci tapşırığa baxaq. İkinci tapşırığımız mətndəki boşluqlara uyğun müəyyən edin. Gəlin birinci cümləyə baxaq. Ermənistanın təxribatları zəruriyyətdir. Yəni, nəyə zəruriyyətdir? Aşağıdakı fikirlərdə bura uyğun iki ifadə var. İkinci Dünya müharibəsini və Vətən müharibəsini. Sözsüz ki, Ermənistan təxribatları Vətən müharibəsini zərur etmişdir. Növbəti cümləyə baxaq. Hərbi əməliyyatlar 2020-ci ilin sentyabrın başlandı. Deməli, ayın neçəsi soruşulur. Burada isə 27 və 44 var. Sözsüz ki, bilirsiniz ki, bir ayda 44 gün ola bilməz. 27 var, amma belə də 27 sentyabr bizim dövlətimizə həm də anım günüdür. Buradan da biz yada sala bilərik ki, məhz bu gün başlamışdı. Ali Baş Komandanın rəhbəri ilə cəmi artıq cavab buradan bilinir. Aşağıdan da bilir ki, 44 gün ərzində olacaq bu. Deməli, sarsıcı zərbələr indirdi və onu tamamilə darmadağın etdi. Vətən müharibəsi dövründə ölkə başçısının kəlməsi dillər əzbəridir. Mövzunu da öyrəndə yadınızdadır. Mən əminəm ki, siz hər birinizə bunu çox yaxşı bilirsiniz. Qarabağ Azərbaycandır. Bu fikri təbii ki, dillər əzbəridir. Azərbaycan Respublikasının vitse-prezidenti, bəli, aşağıda deməli 2 nəfər var. Deməli, Leyla Əliyeva və Mehriban Əliyev ilə bağlı ikisini müqayisə etsək, sözsüz ki, Mehriban Əliyev olduğunda siz biləcəksiniz. O, hansı fonda başçılıq edir? Bəli, Heydər Əliyev fonduna başçılıq edir. Beləliklə, bu tapşırığın da öhdəsindən birlikdə gəldik. İndi isə gəlin sonuncu tapşırığımıza baxaq. Şəkilləri cədvəldə yerləşdirin. Fikir verin, birinci sütunda İlham Əliyevin daxili siyasəti verilib, ikinci sütunda xarici siyasəti. Əziz şagirdlər, daxil, yəni ölkənin içərisində olan hadisələrdir, xaric isə ayrı-ayrı dövlətlərdən, əlaqələrdən söhbət gedə bilər. Şəkillərdə fikir verirsinizsə, İlham Əliyev əskər geyimində, orduya baxış keçirir orada, o texnoloji, yəni silahlarla baxış keçirir, bu daxildir. Əlində məişəl tutduğu o şəkil də çox maraqlıdır. Bu da təbii ki, ölkənin daxilində Olimpiya kompleksinin yaradılması, bununla bağlı bir şəkil ola bilər. Və daha bir şəkil onun bayraq qarşısında diz çöküb, bayrağı öpməsidir. Prezident seçildiyi günlərdən biridir və sözsüz o da daxili siyasətdir. Yerdə qalanlar isə sözsüz ki, xarici siyasət olacaq. Beləliklə, indi isə biz gəlin bunu yerləşdirək və xarici siyasət. İlham Əliyevin beynəlxalq qurumlarla çıxış etməsi, Bakı-Ceyhan kəmərin çəkilməsi ilə bağlı fotoşəkil var və Amerika Birləşmiş Ştatlarının prezidenti olmuş Barack Obama ilə görüş səhnəsi də var. Beləliklə, şagirdlər, 3 tapşırığı da sizinlə bərabər həll etdik. Dərslərə diqqət edin, mövzunu bir daha araşdırın və onu bizim videolar vasitəsilə mənimsəməyə çalışın. Sağ olun, növbəti dərslərdə görüşənədək.